Salam əziz dostlar. İndi sizə yeni abituriyent kurslarının bu günlərin, yəni noyabr ayının 24-ü keçirilən imtahanını izah edəcəm. Keçək indi sualın izahına. Birinci sualda bizə deyir ki, böyük ya kiçik ya böyük B kiçik B böyük C kiçik C çarpazlaşı kiçik ya kiçik ya kiçik böyük B kiçik B və kiçik C kiçik C. Fərdlərin çarpazında alınan fərdlərin hansı hissəsi resessiv əlamətlərin ikisinə malikdir? Belə olduğu halda resessiv əlamətlərin ikisinə malik olanları hansılar olur? Resessiv əlamətlərin ikisinə malik olanlar ya kiçik a, kiçik a, kiçik b, bir də böyük c'dir. Ya da kiçik a, kiçik a, böyük B və kiçik c'dir. Yaxud da deməli böyük A, sonra kiçik B və kiçik c'lərdir. İndi bunları çarpazlaşdırıq. A'ları çarpazlaşdırdığım zaman mesela böyük A, kiçik A ilə kiçik A, kiçik A'nı çarpazlaşdıran buradan alınır bizə böyük A, kiçik A və kiçik A, kiçik A. Sonra B'leri çarpazlaştıran böyük B kiçik B ile çarpazlaşır. Böyük B kiçik B. Buradan da birisi ki alınır böyük B büyük B. Böyük B kiçik B. Böyük B kiçik B ve kiçik B kiçik B. C'nin de eyni qayda. Böyük C kiçik C ile çarpazlaşında böyük C kiçik C alınır. Böyük C böyük C. Böyük C kiçik C. Böyük C kiçik C. Kiçik C kiçik C. İndi gəlin bunların alınma ehtimalına baxaq görək. Bunlar necə alına bilər? Kiçik A alınma ehtimalı buradan 2'də 1'dir. Kiçik B'nin alınma ehtimalı 4'te 1'dir. Və C'lərin də alınma ehtimalı 4'te 3'tür. Deməli, belə olduğu halda bu eləyir 2 vuranda 4'e 8, 8 də vuranda 4'e 32. Deməli, bunun alınma ehtimalı oldu 32'də 3. Keçdik bura. Yenə kiçik A'nın alınma ehtimalı oldu 2'də 1. Sonra B'nin alınma ehtimalı oldu 4'te 3. Yine eyni qayda C'nin de alınma ehtimalı oldu 4'te 1. Bu da eləyir 32'də 3. Və B'lərə baxacağıq. Buna 3-cü dajı. A'nın alınma ehtimalı olur 2'də 1. B'nin alınma ehtimalı olur 4'te 1 və C'nin de alınma ehtimalı olur 4'te 1. Bu da bərabərdir 32'də 1. 32'də 3, 32'də 3, 32'də 1. Bunlar topladığımız zaman 32'də 7 eləyir. Yəni doğru cavabımız buradan A variantı eləyəcəkdir. Keçək indi ikinci sualımıza. İlk dəfə qarğıdalı bitkisinin xromosom xəritəsini tərtib etmişdir. İlk dəfə qarğıdalı bitkisinin xromosom xəritəsini deməli tərtib edib. Ona görə doğru cavabımız buradan B variantı olacaqdır. Təkamül nəzəriyyəsinə görə hansı orqanoid daha qədimdir? Burada verilən orqanoidlər içərisində ribosom bakteriyalarda mövcuddur. Bakteriyada qədim orqanizmlər olduğuna görə daha qədim orqanoid və ribosomu götürəcəyik. Dördüncü sual. Sxemi verilen madde hakkında aşağıdaki fikirden hansı yanlıştır? Burada sxem verilib ATF'in sxeminə uyğundur. ATF'dir yəni. Tərkibində riboza şəkəri var. Bəli, riboza şəkəri var. Bu bənd doğrudur. Oksigenli parçalanma zamanı əmələ gəlir. Bəli, doğrudur. Azotlu əsası adenindir. Bəli, azotlu əsası adenindir. Doğrudur. Bütün canlı hücrede sintez olunur. Bəli, bu da doğrudur desə, amma iki peptid rabitəyə malikdir deməsi bu yanlışdır. Çünki burada makrolik rabitəyə malikdir. Peptid rabitəyə malik deyil. Ona görə cavab D variantı götürəcək. Beşinci sual. Mitokondri bütün canlıların hücrelerinde olur. Xeyr. Mesela bakteriyada yoxdur. Karbon qazından istifadə edir. Xeyr. Bu karbon qazından istifadə etmir. Oksigenden istifadə edir. Bir membranlıdır. Xeyr. İki membranlıdır. Yalnız bitki hücrelerinde olur. Xeyr. Heyvan ve göbələk hücrelerinde olabilir. İkiye bölünməklə çoxalabilir. Bəli, DNT'si olduğu üçün ikiye bölünməklə çoxalabilir. Ona göre cevap D variantı olacaq. Verilen fikirlerden hansı ixtiyostekaya aiddir? Üzgəclərə malik olmuştur? Bəli, malik olmuştur. Ətraflara malik olmuştur? Bəli, malik olmuştur. Bədənlərin üzərində pulcuqlarla örtülüb? Bəli, bu da doğrudur. Paleontoloji dəlillərə aiddir? Bəli, bu da doğrudur. Suda qurda yaşayanlarla sürünənlər arası keçid formadır? Xeyr. Bu balıqlarla suda qurda yaşayanlar arası keçid formadır. Ona görə doğru cavabımız buradan C variantı olacaqdır. Keçək indi 7-ci sualımıza. Görək bizə 7-ci sualda nə deyir? 7-ci sualda deyir ki, şəkildə hansı çoxalma üsulu verilmişdir? Görürsünüz, mamırın sporla çoxalması, qıcının sporla çoxalması, göbələyin sporla çoxalması. Ona görə biz buna sporla çoxalma, yəni cavabımız C variantı
olacaqdır. Xordalların seleksiyasında müvəffəqiyyət əldə edən alimlər zaten burada Kirpisnikov, Ivanov, sonra Lusis olaraq götürə bilərsiniz. Məsələn, buradan baxanda digərləri isə buğda bitkilərlə məşğul olan alimlər olmuşdur. Bir də Astavrov burada təbii ki, heyvanlara aid oldusa, Astavrov da kəpənəyin seleksiyasına məşğul olub. O da xordallara aid deyil. Cavab Y variantı olur. İki qat mayalanmada bilavasitə iştirak edir deyir. İki qat mayalanmada bilavasitə iştirak edir. Mərkəzi hüceyrə ilə sperm ilə birləşir və endosperm əmələ gəlmiş olur. Diploid orqan xromosom dəsti 24 olan hüceyrənin, deməli hüceyrənin 2 eni bərabərdir 24-ə. Mitoz bölünməsi zamanı anafaza mərhələsinin sonunda. Anafaza mərhələsinin sonunda xromosom sayı 4n olur və DNT zəncirinin bir də deyir. Xromosom və DNT zənciri. DNT zənciri təbii ki 2 dəfə artıq olacaq. Bu da 8Z olacaqdır. Bunların da ikisinin də cəmi birlikdə 12n eləyir. 12n. Bunun eni 24, 12'dir. 12n'də 12'ni vuracağıq 12'yə. O da bərabərdir 144 eləyəcək. Yəni cavab B variantı olur. Meyoz prosesinin pozulması səbəb olur. Bu adətən genom mutasiyasına səbəb olur. Genom mutasiyasında burada Edwards sindromu vardır. Ona görə doğru cavab kimi Y variantını götürəcəyik. 12-ci. Əgər eyni qızılgül bitkisindən götürülmüş 3 çiliyin birini münbit, ikincisini gilli, üçüncüsü isə qumsal torpaqda əksək, onda hər üç bitki, təbii ki, eyni bitkinin çiyini götürmə görə bunlar genotip olaraq eynidirlər. Amma ayrı-ayrı iqlimdə əkdiyimə görə, ayrı-ayrı şəraitdə əkdiyimə görə, təbii ki, bunlar fenotip olaraq fərqlənəcəklər. Eyni inkişaf edəcəklər, xeyr, bu səhvdir. Müxtəlif genotip olacaqlar, xeyr, eyni yerdən götürmüşəm deyə genotipləri eyni olacaq. Müxtəlif genotipli olsalar da xeyr, eyni genotipli, müxtəlif fenotipli olacaqlar. Bəli, bu doğru cavabdır. Çünki eyni çilikdən olduğuna görə, eyni bitkidən çilik götürdüyümə görə bu genotip olaraq eynidirlər. Amma fenotip olaraq şəraitləri fərqli olduğuna görə fərqli olacaqlar. 13-cü sual. Hansı rəqəmlə göstərən hücrədə gen mübadiləsisi baş verə bilər? Gen mübadiləsi meyozun birinci profazasında baş verir. Burada da meyoza məruz qalan, birinci profazaya məruz qalan hüceyrə 4 ilə göstərilib. Ona görə doğru cavabımızı D variantı olaraq verəcəyik. Bitkilərdə olan polisaxariddir. Glikogen heyvanlara aiddir, xitin heyvanlara aiddir. Galaktoza ümumiyyətcə polisaxarid deyil, glukoza polisaxarid deyil, selluloza isə bitkilərdə olan polisaxaridlərə aiddir. Meyozun hansı mərhələsində bir xromatid xromosom ola bilər? Meyozun birinci bölünməsində biz ümumiyyətcə bir xromatid xromosoma rast gəlmirik. İkinci bölünməsinin profazasında yoxdur. Artıq metafazasında da yoxdur. Anafaza və telofaza mərhələsində isə təbii ki, ikinci anafaza və telofaza mərhələsində artıq qütublərə çəkildiyinə görə tək xromatik xromosomlar, orada mən tək xromatik xromosom görə bilərəm. Ona görə doğru cavab kimi Y variantını götürəcəyik. Klinefelter sindromu hansı mutasiya nəticəsində yaranır? Klinefelter sindromunda bilirsiniz ki, bir dənə X cinsi xromosomu artıq olur. Orada XXY olur. Təbii ki, bir xromosom sayı artıq olduğuna görə deməli burada genom mutasiyadır. Ona görə doğru cavab yalnız 3 cavabı olacaqdır. 17-ci sual. Verilən şəkilə əsasən verilən fikirlərdən hansı doğrudur? 6 cüt homoloji xromosoma malikdir. 6 cüt yox, 3 cüt xromosom var burada. Bu səhvdir. Meyozun birinci anafaza mərhələsidir. Birinci anafazadır. Bəzi qütublərə bütöv xromosomlar çəkilibdir deyə. Ona görə birinci anafaza mərhələsidir. Bölünmə mərhələsi tamamlandıqda 3 xromosomlu qamət əmələ gələr. Bəli, bölünmə mərhələsi tamamlananda zaten bunun 2 eni bərabərdir 6-ya. O zaman eni bərabərdir 3-ə. Deməli 3 xromosomlu qamət əmələ gələcəkdir. Bu fikir də doğrudur. Ona görə doğru cavab 2 və 3 cavabı, yəni B variantı 17-də olacaqdır. 18-ci sualımıza baxaq. Bitki hüceyrəsinin yarandığı geoloji dövrdə soruşur bizdən. Bilirik ki,
Bitki hücresi yaranır proterozoida və proterozoida da ilk xordallar meydana çıxır. Zaten ondan sonra heç bir yeni tip meydana çıxmayacaqdır, əmələ gəlməyəcəkdir. Ona görə doğru cavab ilk xordallar meydana çıxdı deyə cavab B variantını verəcəyik. Hansı müxtəlif mənşə mərkəzi eynidir deyir. Baxırıq, üzüm və yerkökü hər ikisi Cənub-Qərbi Asiyaya aiddir. Ona görə doğru cavab biz buradan C variantını verəcəyik. 20-ci sual. Linneyin istifadə etdiyi müasir sistematikada yalnız heyvanlara aid olan sistematik vahid hansıdır? Növ, cins, dəstə və sinifi deyib. Burada yalnız heyvanlara aid olan dəstədir. Ona görə doğru cavab D variantı olur. 21-ci sual. Ribonukleaza fermentin tərkibində neçə növ monomer daxildir? Kitabımızda iki dənəsini var. Bir var insülin, bir də ribonukleaza. Ribonukleazanın tərkibinə 19 növ monomer daxil olur. Ona görə cavab A variantı olacaqdır. Keçək 22-ci suala. Endosperm hüceyrəsində 66 xromosom olan dişi bitkinin, deməli dişi bitkinin 3 eni bərabərdir 66-ya. Gövdə hüceyrəsində 38 xromosom olan erkək bitkinin də deməli 2 eni bərabərdir 38-ə. Bu bitkilərin çarpazlaşmasından alınan və dölçücü karbondioksid ilə aradan qaldıran hibridin endosperm hüceyrəsi neçə xromosom olar? O zaman dişinin mərkəzi hüceyrəsi, yəni dişinin mərkəzi hüceyrəsi eləyir 44. Üstə gəl. Erkək spermisi N. Bu da 19 bərabərdir 63 eləyəcəkdir. Və Karpathenko metodu tətbiq edirik. 63'ü də vururam 2'ye, o da bərabərdir 126 eləyəcək. Ona görə doğru cavabımız A variantı olur. 23-cü sual. Açıq tipli test tapşırıqlarında zigotun bölünməsi zamanı 64 blastomer əmələ gəlmişdir. Bu zaman bir dənə zigot, bir hüceyrəli təbii ki, bu bölünür, 2 dənə blastomer əmələ gətirir. Yenə uzunla bölünür 4 blastomer. Daha bundan sonra növbələşirlər. N-ə 8 blastomer, uzununa 16 blastomer, yenə eninə 32 blastomer və uzununa 64 blastomer. Bu zaman neçə blastomer eninə bölünmədən əmələ gəlib, uzuna bölünməyə məruz qalır. Görürsünüz, burada 8 dənəsi eninə bölünmədən əmələ gəlir və özü sonra uzuna bölünməyə məruz qalır. 32 dənə də eninə bölünmədən əmələ gəlib, uzuna bölünməyə məruz qalır. Deməli, doğru cavabımız neçə? 40 edəcəkdir. 24-cü sual. Genotipi göstərilmiş orqanizm maksimum neçə növ qamet əmələ gətirir? Maksimum dediyinə görə demək burada gen mübadiləsisi vardır. Elə olduğu zaman da biz 2 üstü n düsturla eləyirik. Bu da bərabərdir. Heterozigotların sayı. Heterozigot 1 dənə, 2 dənə, 3 dənə və bu da 4 dənə. Demək 2 üstü 4, o da bərabərdir 16 eləyəcəkdir. 25-ci sualımız. DNT molekulunda azotlu əsasların sayı 1200'dür. O deməkdir ki, cəmi 1200 dənə nukleid var. Bir zəncirdəki, deməli bir zəncirdə o zaman 600 nukleid olacaq. Bir zəncirdəki karbohidrat və fosfat turşu qalıqlarının sayı neçə olar? Bir zəncirdə 600 nukleid var. Hərəsində də bir karbohidrat, bir fosfat turşu qalığı var. Vuran bunu da 2'yə. O da bərabərdir. 602'yə vuranda 1200 edəcəkdir. Davam edirik yenə 26-cı sualımıza keçək. Eyni geoloji dövrdə meydana çıxmışdır. Bəli, eyni geoloji dövrdə meydana çıxmışdır. Baxırıq, burada plasenta təbaşirdə meydana çıxıb, çiçək də təbaşirdə meydana çıxıb. Bu ikisi eyni geoloji dövrdə meydana çıxıb. Ona görə doğru cavabımız 1 və 5 cavabı olur. Keçək indi 27-ci sualımıza. Görək bizə 27-ci sualda nə deyir? Erlven diaqramına görə uyğunluğu müəyyən edin. Səthi strukturları xarici membranın zülal və lipopolisaxaridlərdir. Bu aiddir qram mənfi. Ona görə A-nı yazıram bura.
Səthi strukturları zülal və gliserin tevxat tuyuşdur. Bu qram müsbətə aiddir. Ona görə B-ni yazacağım bura. Glikan molekulları 40-a qədər qat əmələ gətirir. Bu da müsbətə aiddir. C-ni yazacağım bura. Parazit bakteriyadır. Hər ikisi parazitdir. Ona görə D-ni yazırıq bura. Və glikan molekulları 1 və ya 2 qat olur. O zaman bu da Y-ni yazırıq bura. Deməli 1 B, C, 2 A, Y və 3 D olur. Keçək indi situasiya suallarına. Situasiya sualında deyir ki, 2D heterozigot boz ada doğuşanları çarpazlaşdırmışdır. Alınan nəsildə yalnız bir əlamətə görə heterozigot olan fərdlər tələf olur. Deməli, biz böyük C, kiçik C, böyük A, kiçik A çarpazlaşır. Böyük C, kiçik C, böyük A, kiçik A. Bildiyimiz dibrit çarpazlaşmadır. Yəni burada alınanda genotip də 4, 2, 2, 2, 2, 1, 1, 1, 1 olur. Amma burada bir əlamətə görə heterozigot olan fərdlər məhv olur deyir. Yerdə qalır hər iki əlamətə görə heterozigot olan 4 dənə böyük C, kiçik C, böyük A, kiçik A və hər iki əlamətə görə homozigot olan və hərəsindən bir dənə olan böyük C, böyük C, böyük A, böyük A, böyük C, böyük C, kiçik A, kiçik A, kiçik C, kiçik C, böyük A, böyük A, bir də kiçik C, kiçik C, kiçik A, kiçik A. Bunlar qalır. Deməli deyir, neçə növ fenotip meydana çıxar? Fenotipləri göstərmək. Göstərdik fenotipləri. Bunlar bozdur, bu da bozdur, bu qaradır, bu ikisi isə ağdır. Deməli, həm boz, həm qara, həm ağ. Hər üç fenotip mövcuddur. Doğulan doğuşanların genotip nisbəti necə olar? Görürsünüz genotip nisbətini. 4, sonra bunların da hərəsindən bir dənə olduğuna görə 4, 1, 1, 1, 1 olur. 30-cu suala keçək. Alınan nəslin neçə faizi ağ doğuşanlar olar? Gördünüz ki, cəmi 8 dənə fərd alındı. Burada 8 fərd 100%'dir və sadəcə bunların içərisində 2 dənəsi. Yəni buradan baxsaq 2 dənəsi ağ doğuşandır. 2 dənə fərd də ağ rəngdə olduqlarına görə bu da x faiz edir. X də buradan bərabərdir. Deməli, cəmi 25% edəcəkdir. Doğru cavab 25 edir.